Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru əməkdar artist Yadigar Muradov vəfat edib. Bu barədə teatrın Facebook hesabında paylaşım edilib. Bildirilib ki, o müalicə aldığı xəstəxanada həyatına gözlərini yumub. Xatırladaq ki, səhhəti pisləşən Yadigar Muradov oktyabrın 4-də xəstəxanaya yerləşdirilmişdi. Allah rəhmət eləsin. Sosial şəbəkələrdə Azərişıq ASC-nin quraşdırdığı elektromobil şarj aparatlarının işləməməsi ilə bağlı narazılıqlar kəskin şəkildə artmaqdadır. Sürücülər bildirirlər ki, aparatların ya tamamilə işə düşməməsi, ya da yarımçıq fəaliyyət göstərməsi elektromobillərin yolda qalmasına, insanların isə böyük təhlükə və vaxt itkisi ilə üzləşməsinə səbəb olur. Nəqliyyatın hərəkətində belə nasazlıqlar lüzumsuz sıxlıqlar yaradır. Nəqliyyat eksperti Elməddin Muradlı açıqlamasında deyib ki, Azərişıq burada böyük məsuliyyət daşıyır. Bu sistemi quraşdıran Azərişıq burada böyük məsuliyyət daşıyır. Onlar şarj aparatlarını düzgün quraşdırmalı və istismar etməlidirlər. Texniki nasazlıq mövcuddursa, Azərişıq aidiyyəti qurum olaraq məsələni doğru şəkildə həll etməlidir. Ekspert bildirib ki, təəssüf ki, bəzən vətəndaşlar da həmin qurğulara müdaxilə edirlər. Aparatın daim boş olduğunu göstərmək üçün kənar əşyalar daxil edirlər və nəticədə digər vətəndaşlar aparatın işləmədiyini düşünürlər. Belə müdaxilələr isə biabırçı vəziyyət yaradır.